de söz qeydiyim. Yəni şəhid ailələr hamısını sırayla çəkəsizmi? Bəli, çəkəcəyik. İndi sizə də bir qeyd edeyim ki, yəni hər bir şəhid evində mən bu sözü deyirəm. Bizim 102 xəbər info və Inform Xəbər TV olaraq bizim baş direktorumuz, rəhbərimiz Azər müəllim Xudayevoğlu özü şəhid qardaşıdır. Onun bacısı şəhiddir. Bəli, Gəncə şəhidi, ilk şəhid qızıdır. Bəli, o hissi o qədər o duyur ki, yəni şəhid ailələrimizə, qazilərimizə o qədər diqqət və qayğısı var ki, Azər müəllim öz həmişə missiyasını, öz ənənələrini yüksək tutaraq birinci növbədə, ilk növbədə hansı rayonlarda, regionlarda, şəhərdə olduğumuz zaman biz ilk növbədə şəhid ailələrinin qapısını açırıq. Şəhidlər xiyabanı ziyarət edirik. Bu bizim rəhbərliyimizin tapşırığıdır. Cazıya mənə hamı gəlir, çəkir, universitet uşaqları gəlir, kollec gəlir. Yox, mən heç kəsə narazılığım yoxdur qazanmam. Heç kəsə, nə icradan, nə başqa heç kəsə. Rayon rəhbərliyinin diqqət və qayğısı var. Bəli, hamısını qazanmam. Hamısı da mənim xətimi istəyir. Bundan artıq neynəsinlər? Mən övladımı istəyirəm, onlar övladı qaytara bilməz. Vəssalam, qanun çərçivəsində qızım, hər şey eləyirlər də başına. Neynəmədilər? Mən istəyirəm övladım olur, qayda, amma onlar onu qaytara bilməz axı. Bizim də əlimizdən... Allah'ın ne günahı var mesela? Bizim də əlimizdən bu gəldi, ana sizin qapınızı açdıq, borcumuzdur bizim və bizə göstərilən diqqətə görə biz Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlqar İsmailova dərin minnətdarlığımızı bildirir ki, bizə belə şərait yaradır ki, bəli, İlham müəllim ki, biz də gedək şəhid ailələrinin qapısını açaq. Çox sağ olsun. 102 xəbər info və... Bir dənə də söz deyə bilər. Bəli, buyurun, buyurun. Bir dənə də söz deyirəm ki, çəkiş gələndə mən axırda o söz deyirəm. Bəli, buyurun. Deyirəm ki, dünyada İlham Əliyev kimi oğullar, oğul gəlməyəcəkdir. Ona görə ki, o torpağı verməmişdi. Amma torpağı hər adam o torpağı... Mən heç vaxt anlayam da, mən müharibədən gəlmişəm. Mən inanmazdım ki, torpağı alına, mən səmimi deyirəm. Heç vaxt. Mən həmişə dedim ki, o torpağı alınmaz, onun yüzləri satmaz. Bax, bu sözü mən demişim. Amma deyirəm ki, İlham Əliyev torpağı alacaqmış qızım. Bu hər adam işi deyil də. Var olsun bizim ordumuz, var olsun bizim ölkə prezidentimiz, bizim necə deyərlər, rəhbərimiz, ölkə prezidenti sağ olsun, yaşasın Azərbaycan xalqı, vətən sağ olsun. Çox sağ olun. 102 xəbər info və Inform Xəbər TV-nin baş direktoru Azər Xudayevoğlu, müxbir.